Salam dəyərli izləyicilərimiz, xoş gördük sizi. Özəl müsahibənin növbəti buraxılışı ilə qarşınızdayıq. Bildiyiniz kimi bir neçə gündən sonra artıq tədris ilinin sonu olacaq, yəni son günlərini yaşayırıq. Ümumiyyətlə müzakirə edəcəyik, görək bu tədris ili necə keçdi və digər suallarımız olacaq. Özəl müsahibənin özəl qonağı isə bugün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqubludur. Vəfa xanım, xoş gördük sizi özəl müsahibədə. Xoş gördük. Vəfa xanım, az öncə də qeyd etdiyim kimi artıq tədris ilinin sonuna yaxınlaşırıq. Ümumiyyətlə və bir neçə gündən sonra son zəng çalınacaq məktəblərimizdə. Agentlik olaraq bu tədris ilini necə qiymətləndirirsiniz? Bu tədris ilində bizim əsas fokusumuz tədrisin keyfiyyətinin yüksəldilməsi oldu. Bununla bağlı həm məktəb, həm regional təhsil idarələri, həm də agentlik səviyyəsində görülməli olan işlərin ətraflı planı hazırlandı. Məktəb səviyyəsində görülməli işlər çox konkret və necə deyim, fokuslanmış tədbirlər oldu. Bu, məsələn, dərs dinləmələrin intensivləşdirilməsində özünü göstərdi. Və ətrafdan gələn əks-sədalar da onu göstərir ki, doğrudan da hər bir məktəbdə buna önəm verildi. Həm qarşılıqlı dərs dinləmələr aparıldı, həm rəhbərlik tərəfindən dərslərə baxışlar keçirildi və bu da müəllimlərin öz metodikalarını yaxşılaşdırmaq yönündə işə cəlb elədi. Bu il yox, yəqin ki, növbəti illərdə bu öz müsbət təsirini şagird nəticələrində də göstərəcək. Zəif şagirdlərlə işin yenidən qurulmasına çox böyük diqqət yetirildi. 5-ci sinif şagirdlərinin rəqəmsal bacarıqlarının qiymətləndirilməsini apardıq. 4-6-cı siniflərdə monitorinqlər keçirildi. Düzdür, hələ nəticələri təhlil edilməyib, amma inanırıq ki, burada nəticələr kifayət qədər yüksəlib. Müəllimlərin qarşılıqlı əməkdaşlığının təşviq edilməsinə, müasir metodik xidmət yaradılan məktəblərdə metodistlərin dəstəyindən geniş istifadəyə xeyli rəvac verilib və bu bir də təkrar edirəm ki, təsirini mütləq göstərməlidir. Bu ilki ümumiyyətlə son zəng tədbirləri ilə bağlı ümumi təhsil məktəblərinə agentlik olaraq konkret hansı tapşırıq və tövsiyələr verilib? Yəni ötən ilki son zəng tədbirlərindən bu ilkinin fərqi nədə olacaq? Elə güclü bir fərq olmayacaq. Ondan başlayım ki, son zəng rəsmi yox, ənənəvi bir tədbirdir. Və bu tədbir sadəcə məzunların həyatında böyük bir dövrün, 11 illik dövrün bitməsi, yeni dövrün başlamasını simvollaşdıran bir şeydir və onun ən bariz simvolu da 1-ci sinif şagirdinin mexaniki zəngi çalmasıdır. Bu bizim tariximizə bağlıdır və bu ənənəni hələ də saxlayırıq. Əsas odur ki, bizim həmişə qoyduğumuz məsələ budur ki, bu tədbir təntənəli, lakin təmtəraqdan uzaq olmalıdır. Təntənə və təmtəraq başqa-başqa şeylərdir. Təntənə odur ki, bu tədbirə məzunlar yığışır, onların valideynləri, yaxınları gəlir, onlarla bir yerdə işləyən müəllimlər bu prosesə bir yekun nöqtə vururlar və onları təbrik edirlər, arzularını ishar edirlər və şagirdlər də öz sevinclərini bacardıqları formada göstərirlər. Musiqi ilə, rəqslə. Bizim qoyduğumuz tələblər məntiqə uyğun tələblərdir. İstəyirik ki, burada heç bir izafi xərclər olmasın. İstəyirik ki, bu şagird yaradıcılığının verdiyi nümunələr olsun və orada bizim milli dəyərlərimizə uyğun musiqi, rəqs olsun. İnsanlar şou yox, sevinclərini ishar eləsinlər. Yay ayları deyəndə həm də ağlımıza sertifikatlaşdırma imtahanı gəlir və bilirik ki, bu prosesdə təhsilimizin ayrılmaz bir parçasıdır. Bu ilki sertifikatlaşdırma imtahanında hansı yeniliklər olacaq və ümumiyyətlə belə deyək də, müəllimlərin imtahan öncəsi o stresini, gərginliyini azaltmaq üçün agentlik tərəfindən hansı proseslər görülür? 5-ci ildir ki, biz tədris ilinin sonunu sertifikatlaşdırma ilə nöqtələyirik. Sertifikatlaşdırma nədir, ondan başlayaq və ona hazırlaşmaq lazımdırmı sualından. Müəllim sinifdə işləyirsə və o məsuliyyətli müəllimdirsə, demək o sertifikatlaşdırmaya hazırdır.
Çünki sertifikatlaşdırma imtahanında müəllimin sinifdə şagirdə dərs deyəcəyi mövzulardan suallar verilir və sualların bir qismi, çox az bir qismi də tədrisin metodikası ilə bağlıdır ki, müəllim bu məfhumları uşağa asan dildə başa sala bilir, yoxsa yox. Əgər müəllim işləyirsə, məsuliyyətli işləyirsə, dərs deyərkən şagirdinin gözünün içinə baxırsa və onun harda qırıldığını, harda prosesdən uzaqlaşdığını hiss eləyib, yenə qayıdıb o uşağı prosesə cəlb edə bilirsə, demək o fənni də bilir, fənnin tədrisi metodikasını da bilir. Bu mənada müəllimlərin xüsusi bir stresə düşməyini anlamırıq. Biz nə edirik ki, müəllimlər əlavə stres qazanmasınlar. Prosesin özünün şəffaflığı artıq stresə qarşı böyük bir dərmandır. 5 il ərzində hamı yəqin ki, əmin oldu ki, prosesdə heç kəsə xüsusi seçilmişlər yoxdur və yaxud kiməsə qərəz yoxdur. Hamı eyni sualları cavablandırır, eyni texniki təchizatdır. Texniki təchizata baxmaq üçün komanda var, dərhal müdaxilə edə bilirlər. Suallar da məktəb proqramındandır. Yenə deyirəm, məktəbdə şagirdə öyrətməli olduğu şeyləri müəllimdən bir də soruşuruq. Bilir, yoxsa bilmir. Ona görə fikirləşirəm ki, prosesin şəffaflığı və çərçivənin dəqiqliyi ən yaxşı stresə qarşı dərmandır. Və bu mərkəzlər də ölkə üzrə paylanılıb, 35 mərkəzdə gedir imtahan. Hərə öz yaşayış yerinə, işlədiyi yerə yaxın məkanda imtahan verir, vaxt etkisi yoxdur. Çalışmışıq ki, kifayət qədər komfort eləyək imtahan zallarını, orada havalandırma sistemlərinə fikir verilir ki, yerli yerində yaxşı işləsinlər. Bunlar məncə kifayət qədər şərait yaradır. Yəni heç bir stresə, gərginliyə gərək qalmır. Əgər müəllim özünü stresə salmırsa, qalmır. Bəli. Həmişə müzakirə olunan bir mövzu da var ki, baxın, imtahanlarda balı yüksək olan müəllimlərin aqibəti bəllidir. Amma imtahanlarda zəif olan müəllimlərin aqibəti biraz desə sual altında qalır. Onların daha da təkmilləşməsi üçün agentlik olaraq hansısa mentorluq proqramları tətbiq olunurmu? Bəli. Bu əvvəlki illərdə də belə olub ki, sertifikasiyadan keçməyən, birinci il keçməyən şəxslər dövlət vəsait hesabına ixtisas artırma təlimlərinə cəlb olunurlar. Onlara bir də öz fənlərinin əsasları öyrədilir. O cümlədən metodikanın əsasları və onlar ikinci dəfə sertifikasiyaya cəlb olunurlar. Bundan başqa bizim metodiki xidmət adlı bir dəstək mexanizmimiz var. Onlar işlədikləri məktəblərdə canla başla bu müəllimlərə dəstək verirlər, kömək eləyirlər. Onların bir ümumi platformaları da var, oradan da dəyərlənmək olur. Özünü təhsil hələ də aktualdır və bugün Azərbaycanda olan elektron resurslar kifayət qədər əlçatandır hamı üçün. Ondan istifadə etməklə öyrənmək mümkündür. Gəlin sertifikasiya məsələsinə, imtahan suallarına bir də qayıdaq. Dərindən düşünəndə demək olar ki, sertifikasiya sualları kifayət qədər sadədir. Biz yenə təkrar eləyirəm ki, müəllimin şagirdə keçməli olduğu, öyrətməli olduğu şeyləri ondan soruşuruq. Amma əslinə qalanda, bilirsiniz, bu misalı mən həmişə əlimlə göstərirəm. Kiməsə bu qədər öyrətmək üçün özünüz bu qədər bilməlisiniz. Çünki siz özünüz ilə bu qədər bilirsinizsə, sizin öyrətdiyiniz ondan da az olacaqdır. Biz təəssüf ki, hələ ki bu dövrdə elə bu qədər öyrətməli olduğu məqamı elə bu qədər həcmdə soruşuruq. Və hesab edirəm ki, növbəti bu il bizim birinci sertifikasiya dövrəmiz sona çatır. Fiziki tərbiyə, musiqi, təsvir incəsənət, texnologiya və tarix müəllimləri gələcəklər. Bu dövrədən sonra 22-ci ildə qoşulanlar bir də gələcəklər sertifikasiya və hesab edirəm ki, o sertifikasiya
daha əsaslı olmalıdır, daha çox bilikləri ölçməlidir və orada çox güman ki, metodiki biliklərin qiymətləndirilməsi önə çıxacaqdır. Biz həm də buna hazırlaşmalıyıq. Elə fürsətdən istifadə edib sertifikatlaşdırma imtahanlarının prosesində iştirak edəcək müəllimlərimizə də uğurlar arzu edək buradan. Gələk təmayülləşmə siniflərindən danışaq. Ümumiyyətlə, bu model nədir? İlk öncə ondan başlayaq və bu model özünü nə dərəcədə doğruldur? Bu, cəmiyyətin çoxdan bəri müzakirə etdiyi, narazı qaldığı bir problemin həllinə yönəlmiş pilot proqramdır. Ondan başlayayım ki, təmayüllər 10-11-ci siniflərin təmayül üzrə təhsil almasına biz xeyli vaxtdır başlamışıq. 10 ildən çoxdur bunun tarixi. Amma ötən illərdəki təmayülləşmədə məsələ belə idi ki, biz müəllim seçiminə diqqət etmirdik və o dövrün müəllimləri sertifikasiyadan keçməmişdilər. İkinci tərəfdən uşaqlar abituriyent kimi gəlmirdilər məktəbə. Onlar məktəbin 10-11-ci sinifdəki proqramını davam edirdilər. Coğrafiyanın tədrisi 6-cı sinifdən başlayır. Abituriyent coğrafiyadan qəbul imtahanı verəcəksə, ona düşən suallar elə 6-cı sinifin proqramından başlayaraq düşür. Odur ki, repetitorla məşğul olan uşaqlar elə bu cür 6-cı sinifdən başlayaraq yenə bütün 6-11-ci sinif proqramını mənimsəyir. Bizdə isə köhnə tətbiq edilən təmayül modelində uşaqlar elə gəlib 10-cu, 11-ci sinifin dərslərini keçirdilər və əvvəlcədən bu fənnə maraq göstərməmiş, o fənnin əsas müddəalarını unutmuş uşaqlar, şagirdlər çətinlik çəkirdilər 10-11-ci sinifin proqramını öyrənməkdə. Həm də müəllimlər tərəfindən bu prosesə o qədər də isti münasibət yox idi deyə həmin illərin təmayülləşmə modeli o qədər də uğurlu olmadı. Yenə də gördük ki, təmayül siniflərdə oxuyan şagirdlər də repetitor hazırlığına üst tuturlar, məktəbə maraq göstərmirlər. Yeni model, niyə bunu yeni model adlandırırıq və onun fərqləri nədir? Bu modeldə biz abituriyent hazırlığı proqramını gətirmişik 10-11-ci siniflərə. Yenə qayıdıram coğrafiya fənninin üzərinə. Bu siniflərdə tutaq ki, həmin təmayül sinifini seçən uşaq sentyabrda başlayır 6-cı sinifdən, 6-cı sinif materialından başlayır öyrənməyə coğrafiyanı və sanki tamamlayır da 2 il ərzində 6-11-ci siniflərin proqramını tamamlayır. Bu modeldə uşaqların mütəmadi olaraq sınaq imtahanlarının keçirilməsi diqqətdə saxlanılır. Onların həm açıq, həm də qapalı test sualları ilə işləməsi diqqətdədir. Daha çox saat ayrılır bu fənlərin tədrisinə. Düzdür, dövlət standartının tələb etdiyi Azərbaycan tarixi, informatika, fiziki tərbiyə və çağırışa qədərki hazırlıq fənləri də tədris olunur. Onlar da əqli gərginlik tələb edən digər fənlərin arasında uşaqlarda bir həm əlavə bacarıqlar və səriştələr yaradır, həm də fiziki relaksasiya verir onlara. Həftəlik dərs yükləri 35-36 saat miqdarındadır və bu təmayül siniflərində tədrisə cəlb etdiyimiz müəllimlər həm sertifikasiya nəticələri yüksək olan müəllimlərdir, həm də ki, bu cür hazırlıq aparmaq səriştəsi olanlardır və cəmiyyətdə onlar cəmiyyətin qəbul etdiyi şəxslərdir ki, onlar doğrudan da şagirdi öyrədə bilir. Bilmək bir şeydir, bildiyini öyrətmək bacarığı isə artıq metodik səriştədir. Bu çox vacibdir belə siniflərdə tədris aparan müəllimlər üçün. Ümumiyyətlə, təmayül siniflərinin sayının və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulurmu? Əlbəttə. Biz bu prosesə 2 il bundan qabaq başlamışdıq. 2 il bundan qabaq ölkənin 5 məktəbində tətbiq edildi. Yalnız 10-cu siniflərə şagirdlər qəbul etdik. İndi bu şagirdlər bu ilin məzunlarıdır. Onların biz buraxılış imtahan nəticələrini gördük.
yerləşdikləri rayonun nəticələri ilə müqayisəsinə baxdıq və gördük ki, doğrudan da burada bir yüksəliş var, artım dinamikası var. Bu özü artıq təsdiq edir ki, model işləkdir. 25-26-cı tədris ilində 9 məktəbdə əlavə olundu, o 5 məktəbə, indi 14 məktəbdə tətbiq olunur deyə bilərik. Onların bu ilki 10-cu sinifləri gələn il məzun olacaqlar. Onlar daha çoxdurlar sayıca və onların nəticələri necə olacaq? Əminik ki, yüksək olacaq, onu gələn il görəcəyik. Bu ilə isə planımız ciddi şəkildə genişlənməkdir. Ölkənin bütün regionlarına əhatə edirik və çalışacağıq ki, hər bir şəhərdə yaxud rayon mərkəzində bizim bu cür bir yeni təmayül tədris modeli tətbiq olunan məktəbimiz olsun. Valideynlər və şagirdlər təmayül siniflərini seçərkən hansı məqamlara xüsusi diqqət yetirməlidirlər? Əvvəla ondan başlayım ki, bu valideynləri hər halda bizim bu 14 məktəbdəki valideynləri çox məmnun edən bir təşəbbüsdür. Onlar çox rahatdırlar ki, uşaqları səhər evdən çıxdı və getdi bir məkandadır, məktəbdədir və orada o öyrənir. Orada o testlərini də hazırlayır, müəllimdən dəstək də alır, dərsdə də iştirak eləyir, uşaqlarla bir yerdə futbolda oynayır. Və hardasa saat 4-də qayıdır evə və adi məişət həyatına qayıdır, valideynlərinə kömək eləyir, əylənir, kinoya gedir, kitab oxuyur, səhər durur, bir də məktəbə gedir. Onun öyrənməsi bu 8 saat ərzində baş verir. Valideyn əlavə xərc çəkmir özəl hazırlıqlar üçün. Yenə deyirəm, şagirdinin bir yerdə bərqərar olub öyrəndiyindən əmindir, rahatdır. Şagirdlər üçün bu böyük bir yenə vaxt itkisinin qarşısını alır. Nəyə diqqət etməlidirlər? Təmayül seçən şagird ciddi olaraq papağını qarşısına qoyub fikirləşməlidir ki, mən bu istiqaməti seçmişəmsə, mən filan peşələrin arasından seçəcəyəm. Bu peşələr əmək bazarında bugün aktualdırmı? Əmək bazarı bu peşələri axtarırmı? Yoxsa bu hansısa mənim arzumdur? Və sonra özünə ikinci sualı verməlidir ki, mən arzumun arxasınca gedib uzun müddət iş tapmamaq riskini gözümə alıram, yoxsa yox? Yoxsa bax bu təlatümlü əmək bazarının bugünkü vəziyyətində şuurlu şəkildə başa düşürəm ki, əmək bazarında bugün veterinara tutaq ki, böyük ehtiyac var, mən gedirəm bu işin dalınca, bu peşənin dalınca və axırda biləcəyəm ki, mənim işim olacaq və mənim yüksək maaşım olacaq. Yaxşı bir deyim var, hamının beynində olan ki, ya sevdiyin işin dalınca get, ya da etdiyin işi sev. Bu halda mən tövsiyə edərdim ki, etdikləri işi sevsinlər. Yaxud bazarın tələb etdiyi peşəni sevməyə çalışsınlar. Çünki yenə təkrar eləyirəm, bizim arzularımızla əmək bazarının tələbi heç üst-üstə düşmür. İş istəyiriksə, rifah istəyiriksə, bazarın tələbinə uyğun seçməliyik. Vəfa xanım, yəqin ki, razılaşarsınız, Azərbaycan təhsilində rəqəmsallaşma sürətlə inkişaf edir və bu mənada uğurlu layihələrdən biri də rəqəmsal məktəb layihəsidir. Ümumiyyətlə, rəqəmsal məktəb layihəsi nədir? Layihə başlayanda o da pilot olundu, 2 il pilotda oldu və hazırda bu arxada qoyduğumuz tədris ilində bütün Bakı məktəbləri rəqəmsal məktəb platformasına qoşuldu. Bu nədir? Birinci növbədə bu məktəb sənədlərinin rəqəmsallaşdırılmasıdır. Məktəb jurnalı ilə gündəliyin eyniləşdirilməsidir. Bu eyni platformada müəllimlərin, şagirdlərin, valideynlərin birləşməsidir. Onların hər birinin burada şəxsi kabinetləri var. Kağız işlərinin kardinal şəkildə azalması deməkdir. Müəllim çox rahatlıqla, tutaq ki, jurnal yazanda yaxud dərs mövzularının əllə yazılması və s. İndi rəqəmsal məktəbdə
elektron jurnal şagirdlərin ad soyadını bir dəfə inteqrasiya edir və o qalır orada. Burada səhifə dəyişmək lazım deyil. Müəllimlər yalnız müvafiq qeydlərin qabağında işarə qoymaqla, seçməklə doldururlar bu jurnalı. Valideynlərin imkanı var ki, şəxsi kabinetləri vasitəsilə uşaqlarının summativlərdəki nəticələrini görsünlər. Onların formativ qiymətləndirmələrindən operativ xəbərdar olsunlar. Məktəb rəhbəri üçün çox rahatdır müəllimlərin işini izləmək bu elektron sistemdə. Çox rahatdır təhlilləri aparmaq, uşaqların summativ qiymətləndirmədə nəticələrini təhlil etmək, reytinqlər çıxartmaq kifayət qədər asanlaşıbdır. Buna biz hesabatlılıq deyirik də. Bütün çox sayda hesabatlar elə elektron rəqəmsal məktəbdən çıxır. Bu rəqəmsal məktəbin birinci üzüdür, onun elektron sənəd üzüdür. İkinci üzü odur ki, bu rəqəmsal məktəbdə müəllim tapşırıqlara linklər qoya bilər ki, evdə tutaq ki, filan videoya baxın, video çarxa baxın, filan vəsaiti oxuyun, elektron vəsaiti. Orada linklər qoymaq mümkündür. Müəllim orada dərsinin video çarxını qoya bilər. Platforma vasitəsilə evdəki hər hansı səbəbdən məktəbə gəlməyən şagirdlə onlayn bağlantı qurub öyrədə bilər və sair özəllikləri vardır. Yenə təkrar deyim ki, bu Bakı məktəblərində bu il başladı. Növbəti ildə mərhələli şəkildə region məktəbləri də rəqəmsal məktəbə qoşulacaqdır və onun funksiyaları da çoxalacaqdır. Yəni əhatə dairəsi genişləndiriləcək. Həm əhatə dairəsi genişlənəcək, həm də ki, rəqəmsal məktəbin təklif etdiyi funksiyalar çoxalacaqdır. Bu da mərhələli şəkildə aparılır. Çox gözəl. Yeri gəlmişkən deyim ki, həmin o rəqəmsal məktəbdə artıq Copilot, səhv eləmirəmsə adı belə adlanır, Copilot süni intellekt proqramı inteqrasiya olunub. Onun vasitəsilə müəllimlər sual hazırlaya bilir, tapşırığı verir, süni intellekt mövzuya uyğun suallar hazırlayır. Qapalı sual istəyirsə, açıq sual istəyirsə bunu sifariş verə bilər, sonra təqdimatlar hazırlaya bilir, qiymətləndirmə üçün meyarlar istəyə bilir və süni intellekt kifayət qədər təlim görmüş bir cənabdır, çox yaxşı kömək eləyir. Elə süni intellektdən söhbət düşmüşkən belə bir sual verim ki, süni intellektin tədrisimizdə təşkili nəzərdə tutulurmu? Yəni inteqrasiyası olacaqmı süni intellektin tədris proqramlarına? Bunun ayrıca fən kimi olması daha uzun bir prosesdir. Amma o inteqrasiya olunur, artıq inteqrasiya olunur həm informatika dərsində, digər fənlərə inteqrasiyası isə zaman göstərəcək. Və son olaraq mən istərdim ki, Vəfa xanım, Təhsil TV kameraları vasitəsilə tədris ilinin sonuna yaxınlaşırıq. Təhsil ictimaiyyətinə, müəllimlərimizə, valideynlərə, şagirdlərə şəxsi mesajınız nə olar? Müəllimlərə əlbəttə ki, təşəkkürümüzü çatdırıram ki, çox gərgin iş rejimində işləyiblər, şagirdlərin təhsili ilə, tərbiyəsi ilə məşğul olublar. İndi onların məzuniyyət dövrü yaxınlaşır. Fəal və yaxşı bir istirahət arzulayıram onlara. Şagirdlərə arzu eləyirəm ki, yay tətilini dəyərləndirsinlər. Həm fiziki aktivlik, həm də şəxsi inkişafları haqqında düşünsünlər, mütləq mütaliə eləsinlər. Bugün kitab bazarında çox maraqlı həm elmi populyar, həm bədii ədəbiyyat var. Mütləq oxusunlar, ən azı gündə 20 dəqiqə. Təbiətdə olsunlar, məişət işləri ilə məşğul olsunlar. Məişət işi ilə məşğul olmaq qədər beyni genişləndirən ikinci bir iş tapmaq çətindir. Nədənsə biz bunu unutmuşuq bugün. Valideynlərə arzu edirəm ki,
təhsilin, tərbiyənin davamlı bir proses olduğunu heç vaxt unutmasınlar və uşaqların yay tətilində hər gün 20 dəqiqə mütaliə plus fənlərin də təkrarlanmasına vaxt ayırmasını təmin eləsinlər, həm də uşaqların aktiv fəaliyyətini diqqətdə saxlasınlar. Və məzunlarımıza da arzu edirəm ki, diqqətlə seçim aparsınlar, hara gedib oxuyacaqlar. Əgər təhsillərini davam etdirmək istəyirlərsə, mütləq bizim universitetlərdə açılan yeni ixtisaslara baxsınlar. Qarabağ Universitetinin təklif elədiyi unikal şansdan istifadə eləsinlər. Oğlanlarımız Milli Müdafiə Universitetinin ixtisaslarına diqqət eləsinlər. Onlar da kifayət qədər maraqlı yeni peşələr təklif eləyirlər. Bizim peşə təhsili mərkəzlərimiz var. Bugün aktual olan və yüksək ixtisas tələb edən, yüksək peşə ixtisası verən peşə mərkəzlərimiz var. Oranın imkanları ilə maraqlansınlar və başqa nə? Xoşbəxt olsunlar. Vəfa xanım, çox təşəkkür edirəm sizə bu səmimi və özəl müsahibə üçün. Çox sağ olun və biz də fürsətdən istifadə edib tədris ilinin sonunda bütün təhsil ictimaiyyətini xoş notlarla başa vurmağı arzulayırıq və agentliyin işində də uğurlar arzu edirik. Sağ olun, gəldiyiniz üçün sağ olun. Çox sağ olun. Dəyərli izləyicilərimiz, bununla da özəl müsahibə verilişi sona çatdı. Bir daha qeyd etmək istəyirəm ki, özəl müsahibənin bugün özəl qonağı Məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa xanım Yaqublu idi. Növbəti buraxılışlarda görüşmək ümidi ilə sağ olun.